Bizim misalda deyir ki, fx bərabərdir kök altında x plus 3 funksiyasının təyin oblasını tapın. Qaydamızı təkrarlayaq. Deməli, əgər funksiyanın düsturu cüt dərəcədən kök altı ifadədirsə, mən bunun təyin oblasını tapmaq istəyirəmsə, kök altı ifadəni böyük bərabər 0 olaraq həll etməliyəm. Kök altı ifadəm nədir? X plus 3'dür. X plus 3'ü böyük bərabər 0 olaraq həll etməliyəm. Amma fikir versəz ki, əgər kök altı ifadə məxrəcdədirsə, onu da sadəcə böyükdür olaraq həll etməliyəm. Deməli, misalımızı həll eləyək. 3'ü keçirdirik bu tərəfə. X-in böyükdür. Bərabər nədən? -3'dən. Deməli, ala biləcəyimiz qiymətlər nədir? DF bərabərdir. Deməli, -3'dən böyüklər. -3'də daxil olmaq şərti ilə. -3'dən müsbət sonsuzluğa. İkinci misalımıza baxaq. İkinci misalımızda deyir ki, fx bərabərdir kök altında 3-cü dərəcədən 4x minus 1 funksiyasının təyin oblasını tapın. Qaydamız bu şəkildədirsə, əgər funksiyanın düsturu tək dərəcədən kök altı ifadədirsə, onda mənim bu funksiyanın təyin oblasını bütün həqiqət ədəd çoxluğudur. Yəni, df bərabərdir mənfi sonsuzluq, müsbət sonsuzluq. Səbəbi də nədən ibarətdir? Çünki bu tək dərəcədir. Tək dərəcədən olanda kök altı ifadə mənfi ədəd də ola bilər, müsbət ədəd də ola bilər.